Salam aleyküm, əziz şagirdlər, əziz müəllimlər, dostlar. Bugünkü dərsimiz həndəsənin əsas anlayışları. Həndəsə əslində çox adama çətin gəlir, amma doğrudan da çox maraqlı bir fəndir. Ona görə nə başa düşməsəniz, nəyi anlamasanız, videonun altında kommentlərdə bildirin. Oraları bir daha təkrar izahlayaq və ümid edirəm ki, bizlərə çətin gələn bu həndəsə çox rahatlıqla həll ola biləcək. Başlayaq. Deməli, ilk anlayışlar, yəni əsas ilk anlayışlarımız nədir? Birinci anlayışımız nöqtədir. Yəni nöqtənin tərifi yoxdur. İkinci düz xəttdir. Üçüncü də müstəvidir. Yəni bu üçü bizim təməl, yəni ilk anlayışlarımızdır. Məsələn, nöqtənin ölçüləri yoxdur. Yəni eni, uzunluğu, hündürlüyü və s. yoxdur. Ona görə birinci anlayışlarımızın içərisində nöqtə gəlir, düz xətt gəlir, üçüncü də müstəvi gəlir. Əlavə anlayışlarımız nədir? Yarım düz xətt və ya şua deyilir. Yəni biz baxacaq ki, şua nədir və ya yarım düz xətt nədir? Sonra parça anlayışımız var, bucaq anlayışımız var. Keçək. Bu kitab çox xoşuma gəlir. Ona görə yəni burada həm qısa, həm də qeyd xarakterli olduğu üçün biraz da sadəcə açıqlamalarını izah edəcəm. Ona görə yəni nə aydın olmasa ətraflı soruşa bilərsiniz. Nöqtə və düz xətt ilkin anlayışlar olduğundan tərif verilir. Yəni eni, uzunluğu, hündürlüyü filanı yoxdur. Yəni tərifi yoxdur. Keçdik. Düz xəttin işarə olunması iki cür. Ya bir dənə Latin əlifbasının kiçik hərfinə işarə edəcək və ya iki dənə. Məsələn, AB düz xətti və ya kiçik A-la desə bir A düz xətti olaraq işarə edəcək. İkinci anlayışımız, düz xəttin verilmiş nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrdən ibarət olan müstəviyə yarım düz xətt və ya şua deyilir. Deməli, şua nə oldu? Əvvəli, yəni başlanğıcı olacaq, sonu olmayacaq. Buna nə deyəcək? Şua deyəcək. Baxın, şuanı çox diqqətlə yadda saxlamış olaq. Məsələn, mənim yadımda belə qalıb günəş şuası. Günəşdən çıxır və yerə gəlir. Aydındır? Burada deyirik ki, düz xəttin iki nöqtə ilə məhdudlanmış hissəsinə parça deyilir. Yəni, hər iki tərəfdən məhduddursa, buna nə deyəcək? Parça deyəcək. Keçək. A və B nöqtələri parçanın uc nöqtələridir. Bunları da başa düşə bilirik. Keçək. AB parçası parçanın uzunluğunu santimetrdən, millimetrdən, desimetrdən, kilometrdən və s. Yəni vahidləri bunlar olacaq. Yəni parçanın ölçü vahidləri nə olacaq? Millimetr, santimetr, desimetr, metr və s. Keçirik bucaq anlayışına. Baxın, bucaq. İki dənə şuanın bir nöqtədən çıxan iki şuanın əmələ gətirdiyi figura nə deyirik? Həndəsi figura bucaq deyəcək. Yəni bucağı bilmiş olduq. Gəlirik, bucağın ölçü vahidləri çoxdur. Yəni bir neçə ölçü vahidi var. Bunlardan biri dərəcədir. Yəni bizim ən çox istifadə edəcəyimiz dərəcələrdir. İkinci radiandır və s. da var əslində. Yəni biz əsas bu ikisindən istifadə edəcəyik. Deməli dərəcənin bir də radiandan istifadə edəcəyik. Qrat və s. da var, amma onları biz istifadə eləməyəcəyik. Yaxşı. Deyəcəksiniz ki, müəllim, dərəcəni bilirik, dərəcəni adət üzrə, yəni filan dərəcə, bunları məlumatımız var. Bəs radian nədir? Və radianın dərəcəni radiana çevirmə düsturlarımız var. Bir radian təxminən 57 dərəcəyə bərabərdir. Deməli, biz radianı dərəcəni radiana çevirə bilərik. Belə bir şey yadda saxlayacaq. Pi bərabərdir 180 dərəcə. Deməli, onda biz, məsələn, dərəcəni radiana çevirdirsə, nə edəcək? Orada dərəcəni ixtisar aparmalıyıq. Yəni, biz belə bir şey deyirik. Pi bölünsün 180 dərəcə bərabər 1 olur. Və ya 180 dərəcə bölünsün pi, onu da bərabər 1 götürəcək. Deməli, nə baş vermiş olur? Əgər biz dərəcəni radiana çevirmək istəsək, dərəcəni pi bölü 180 dərəcəyə vuracaq ki, dərəcələr ixtisar getsin, qalsın pi ilə olan ifadəsi, yəni radiana çevirəcək. Yox, əgər biz radianı dərəcəyə çevirmək istəsək, onda nə etməliyik?
Verilən radianı 180 dərəcə bölü pi'yə vuracaq. Deməli 5 dənə bucaq növümüz var. Birinci bucaq növümüz düz bucaq. Düz bucaq 90 dərəcə olur. Açıq bucaq 180 dərəcə olur. Bax bu ikisini dəqiq bilirik. Açıq bucaq 180 dərəcə. İndi burada sizə mən 2 dənə bucaq deyəcəm. Bütün həndəsədə bu qaydanı belə yadda saxlasaz daha yaxşı olacaq. Niyə? Bütün həndəsədə bununla yadda saxlayın. Əslində kitabımızda verilir. İti bucaq və kör bucaq. Amma mən buna təzə bir ad qoymaq istəyirəm. Niyə belə qoyacağım? Bütün həndəsədə bizim köməyimizə bu ad çatacaq. Baxın, iti bucağı belə deyəcəm. Arıq bucaq, arıq bucaq. Deməli, onda yaxşı, bunlar arıq bucaqdırsa, yəni 0 ilə 90 arasında olana arıq bucaq desək, onda biz bu, yəni burada kör bucaq adlandırdığını nə deyərik? Sizcə? Mən olsam buna deyərdim toppuş bucaq. Necə deyərəm? Toppuş bucaq. Deməli, bütün həndəsədə yəni biz bucaqları belə adlandırmaq daha xoşumuza gələcək. Deməli, arıq bucaq deyəcəyik, o birisini nə deyəcəyik? Toppuş bucaq. Niyə belə deyirik? Yaxşı eləyirik. Biraz sonra deyəcəm nə üçün belə dedik. 5-ci bucağımız isə tam bucaq olacaq. Yəni yumru nə olacaq? Tam bucaq olacaq. Yəni 360 dərəcəyə bərabər olan bucaq olacaq nə? Tam bucaq. İndi keçirik qəşəng söhbətlərə. Deyirik ki, yəni bütün həndəsədə bu bizim köməyimizə çatacaq. Qonşu və qarşılıqlı bucaqlar. Deməli, qonşu bucaqlar cəmi 180 dərəcə olan bucaqlara nə deyəcəyik? Cəmləri 180 dərəcə olan bucaqlara qonşu bucaq deyəcəyik. Nə oldu? Cəmi oldu 180 dərəcə, buna dedik qonşu bucaqlar. Əslində biz həndəsədə, həndəsə ilk anlayışlarında çox vacib bir dənə cəmi qeyd yazacaq. Qeyd nədir? Baxın, belə bir qeyd yazıram. Bütün həndəsədə köməyimizə çatacaq. Bucaqlar eyni adlı olarsa, yəni bir-birinə bənzəyərsə, bu zaman biz deyəcəyik ki, bu bucaqlar bərabər olur. Yox, əgər bir-birinə bənzəmirsə, yəni bizim sözümüzlə biri toppuş bucaq, biri arıq bucaq olarsa, bu zaman cəmləri 180 dərəcə olur. Bütün həndəsədə bu qeydi yadda saxlayırıq. Deməli, nə deyirik? Bucaqlar eyni adlı olarsa, yəni bir-birinə bənzərərsə, bu zaman bərabər olacaq. Əgər bənzəməzsə, bu bucaqların cəmi 180 dərəcə olur. Bu qədər rahat və tez tapa biləcəyik. Deməli, qarşılıqlı bucaqlar yenə baxırıq ki, qabaq-qabağa. Məsələn, bu bucağa bənzəyirmi? Bəli. Deməli, bənzəyirsə bərabər olur. Əgər biri toppuş, biri arıq olarsa, yəni biri iti bucaq, biri kör bucaq olarsa, bu zaman qaydamız olacaq ki, bucaqların cəmi 180 dərəcədir. Bu dərsimizin canı olan bir dənə bu qeydimiz var. Gəlirik bura, tamamlayıcı bucaq nə edilir? Deməli, tamamlayıcı bucaqların cəmi 90 dərəcədir. Bunu sadəcə bir dənə istisna olaraq yadımızda saxlayaq. Deməli, biz deyirik ki, bucaqlar bir-birinə oxşuyursa bərabərdir, oxşamırsa, bu zaman cəmi 180'dir. Yalnız bu tamamlayıcı bucaqda bu qaydanı biz istisna edirik. Yəni niyə? Bu sadəcə olaraq ad olaraq yadda saxlayırıq ki, tamamlayıcı bucaqların cəmi 90 dərəcə olur. Keçdik. Təbii ki, təm bölən bucağı yarıya bölür. Neynir? Bucağı yarıya bölənə təm bölən deyilir. Yəni bunlar bir-birinə bərabər olur. Hər ikisi alfa və alfa olmuş olur. Gəlirik o bayaqki qeydimizə. Deyirik ki, burada yəni belə qeyd yazıb ki, qonşu bucaqlar nə olurdu? Cəmi 180 dərəcə olurdu. Doğrudur. Onda sizcə qonşu bucaqların təm bölənləri arasında bucaq nə qədər olar? Təbii ki, onun yarısıdırsa 90 dərəcə olacaq. Çox rahat yadda qalar. Qarşılıqlı bucaqlar bərabər olduğundan bunların təm bölənləri arasındakı bucaq 180 dərəcə olacaq. Çox rahat. Gəlirik 9-cu qaydaya. Deyirik ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar, biz deyirik ki, əgər bir-birinə bənzəyərsə bərabər olur. Baxın, bir-birinə oxşuyarsa bərabər olur. Burada nə oldu? Bax, bu bucaq O bucağı A bucağına, o bucağı A bucağına bərabər olacaq.
Eğer birbirine benzemezse, yani burada ne olacak? Mesela O ve D bucakları birbirine benzemir. Benzemirse qayda dedik ki biri topbuş, biri arıq olanda cəmləri ne olmalıdır? 180 derece olmalıdır. Çok qəşəng bir qaydamız var. Uygun tərəfləri paralel olan bucaqlar. Bizim bir dənə qeydimiz var. Başka qeydimiz yoktur. Deyirik ki eğer bucaqlar, bakın uygun tərəfləri paralel olan bucaqlar birbirine benzeyerse, mesela bunu belə yazaq. Birbirine benzeyerse ne olacak? Beraber olacak. Bakın beraber olacak. Veya burada ne dedik? Birbirine benzerse, yani her ikisi arıq olarsa veya her ikisi topbuş olarsa biz diyeceğiz ki bunlar birbirine beraber olur. Mesela burada da bakın uygun tərəflər paralel olan bucaqlar birbirine benzer mi? Bəli. Deməli beraberdir. Eğer birbirine benzemezse, bakın dikkatli oluruz. Birbirine benzemezse, yani biri topbuş, biri arıq olarsa bu zaman cəmi 180 derece olur. Bu kadar rahat. Deməli, bir nəticə çıxardırıq. Uygun tərəfləri perpendikulyar ve uygun tərəfləri paralel olan bucaqlar ya beraberdir, ne dedik? Birbirine benzeyerse beraber olur ya da cəmi 180'dir. Niye? Biri topbuş, biri arıq olarsa ne dedik? Cəmləri 180 derece olmalıdır.